Axşamınız xeyir, hörmətli Poinsiqa həvəskarları və dəyərli Poinsiqa izləyiciləri. Poinsiqa elit divizionda 29-cu sezonun 4-cü turun açılış maçındayıq. Səbail və Qordalmi klubları qarşı-qarşıya gələcək. Bu oyunun yayımı ilə sizlərlə bərabər olacaq. Oyunlar YouTube platformasındakı qeyri-sabitlik baxımından canlı yayımda yayımlanmır, amma oyun gün sonunda bütün oyunlar Poinsiqanın YouTube səhifəsində olacaq. Yüksək keyfiyyətli açılış maçı dedik. Səbail komandası içkilərlə bugün Qoldarmi komandası ilə üz-üzə gələcək. Ceynis elə hamı geynsində, bir dənəsi qalmasın əlavədə. Maç başladı, hər iki komandaya uğurlar arzuluyuruq. Gözəl futbol izləmək ümidi ilə. Bayram. Tapdıq hanım. Fəqan. Bugün Əli qapıda durub Qoldarmi komandasında tapdıq bəsdir də. Pərviz altıncısını yerinə yetirəcək. Bayram. Bayramdan ötürmə. Top Cəmilə qədər gəldi, çatdı. Cəmil dünən Poinsiqa 2-ci divizionda BBBət kollektivi ilə Golden Stone komandasını böyük hesablı fiyasko məğlubiyyətə uğratdı. Bugün isə elit divizionda Qoldarmi qarşısındadır. Şövqan Hüseynə doğru ötürmə. Hüseyn topu meydanda saxladı, amma Fəqan daha cəhdi. İsmət Bayram Fəqan Əli uzaqlaşdırır. Pərviz sinəsi ilə ötürmə vermək istədi, amma top itkisi. Samir Şövqan yenidən Samir, qaban ötürməsi. Pərviz oxudu bu ötürməni. Fəqanla oynayır. Fəqan isə topu istədiyi kimi müram edə bilmədi. Samir ötürməsi, zərbə mövqeyi var. Geri ötürmək istədi, amma ünvansız oldu. Bayram topu ələ keçirir. Fəqan. Əli. Meydanın qapçı funksiyasını yerinə yetirir, amma Amplaza oyuncudur. Şövqan. Şövqan rahat keçdi Fəqandan. Şövqan özü irəlir. Bayramdan da sıyrılmağa cəhd göstərdi, amma faul olduğunu düşünüb dayandı, amma Ramin Babayevin fiti sustu. Pərviz çox gözəl irəliyir. Pərviz, amma Cəmil. Samir. Ötürməsi. İsmət. Əllə oyun. Şövqan. Gözəl ötürmə verir Şövqan. Pərviz. Hüseynin zərbəsi. Geriyə döndü. Buqar. Şövqanla ikili mübarizəsi. Şövqan topu meydanda saxladı. Şövqan. Yan gəldi. Zaur. Zaurun ötürməsi. Vüqar araya girməyə çalışdı. Top meydanda qalıb. Zaur. Sonda top Pərvizdən meydanı tərk elədi. Elçin irələməyə cəhd göstərdi, amma Fəqan və Bayram ondan topu uğraya bildi. Fəqan. Fəqan özü irəliyir. Fəqan qarşısında Hüseyin var. Hüseyin topu ayaq qoya bildi. Xəyal. Xəyal ötürməsi. Samir. Yenidən Xəyal. Hüseyin. Zərbə indirsə daha yaxşı olardı. Bu arada Xəyalın zərbəsi əldən geri döndü. Xəyalın ikinci zərbəsi dəqiq deyil. Buqar. Buqar son anda Samir ayaq qoydu topa. Samir. Samir topu özündə saxlaya bilir. Samir son anda İsmət. Araya girdi İsmət. İsmət zərbəsi dəqiq deyil.
Cəmil Elçinlə oynadı. Elçin sıyrılmağa cəhd göstərir. Ötürməsini də verdi Hüseynə. Hüseyindən Samirə. Samir birinci həmlə. Ötürmə verilən Hüseyn. Zərbə. Son anda geri döndü. Bayram ayaq qoydu. Qarışıqlıq yaranıb orada. Pərviz. Vüqar. Cəmə vermək istədi. Top özündə də qaldı. Vüqarın zərbəsi. Cəmil son anda qapı dirəyi. Hücum davam edir. Fəqan. Zərbə daha bir qapı dirəyi. Pərviz. Ardıcıl 2 epizodda dirək Səbail komandasının köməyinə, imdadına çatır. Vüqar Aliyev Elçinin səhvini maksimum dəyərləndirir və hesabı açır. Sadəcə olaraq mən oyunun sonluğunu bilirəm deyə. Reaksiya verirəm. Başqa variant yoxdur. Vüqardan 2 dənə olsa bəlkə qələbə qazanan komanda. Samir, Hüseyin, Cəmil, Cəmildən yenidən Hüseyin, İsmət topu meydandan çıxarda bilir. Şövqan, Hüseyin, Hüseyinlə ötürmə, Xəyal, Şövqan topu meydanda saxladı, ötürməsini də verdi Samir, yenidən Şövqan, son anda Əli. Davam edir, daha bir zərbə, Əli bu topu da çıxarda bildi, Vüqar Pərvizdən topu uğradı komanda yoldaşından, Cəmil üçün rahat topdur. Oy. Burada da baş verir. Hələ ki çox gülməli anlar yaşanır hələ ki maçda. Xatırladım hal-hazırda Bundesliga Elit Divizyon 4-cü turun ilk maçı, açılış maçında sizin qarşınızdayıq. Hal-hazırda Səbail komandası kapitansız Emin Kərimov bugün komandasına yardım edə bilmir. Və komandası hal-hazırda 0-1 hesabı ilə geridədir. Özü də outsider sayılan Gold Army komandasına qarşı oyunda. Vüqar Aliyevin oyundan öncə iddialı sözləri var idi. Qələbə qazanacaqlarına əmindir, amma komandanın %50 heyəti hardasa meydanda deyil. Hətta qapçısız bugün Səbail komandasına qarşı mübarizə aparırlar. Fəqan topu ələ keçirir. Oy, Cəmil. Fəqan ötürmədir. Şövqan ələ girdi. İsmət. Fəqan oyunur. Bu maçdan dərhal sonra isə Kərki və SS Production maçını izləyəcəksiniz. Əlbəttə Bundesliga YouTube kanalımıza abunə olmağınız və bildiriş düyməsinə aktiv etməyiniz çox vacibdir. Instagram səhifəmiz də mövcuddur. Bu oyunun posteri də var. Həmin o posterdə Rauf komandanın SS Production'ın əsas üzvlərindən biri. Rauf da siması yer alıb. Şövqan 2 oyuncu arasında qaldı. Barza sona kimi davam etdi. Fəqan zərbəsi isə səhv etmirəmsə, bəli, Cəmilə dəymədən meydanı tərk etdi. Komandanın diğer 20 ballıq oyuncusu Bayram Allahverdiyev də bugün meydandadır. Ötürmə. Fəqan artıq tapdıq. Məmmədov da meydana daxil olur. Komandasından çox narazıdır, oyuncularından haqqı da var. Top ötürüldü, zərbə Hüseyin Abdullayevin zərbəsi isə dəqiq olmadı. Bəli, Tapdıq Məmmədov komandasından çox bileylənir. Onun komanda yoldaşları onu
Nəinki topla təmin etmir, həm də pis vəziyyətə qoyurlar. Bu arada Bayram nə etmək istədi, özü də vermədi top. Bəli, Şaiqə baxır, avtomatik. Sənin ayağın getdi. Bəli, təcrübə sahibi Bayram deyir ki, Xəzri Arenada meydanda çoxda problem var. Gecə ki, mən həmişə deyirəm, PlayStation pointunda problem var bu sanda. Qəşəng misal idi. Sən kitab oxu, başqa dönər. Baş elə. Fəqan ötürməsi qeyri dəqiqdir. Hayal. Samir. Oxşur ya. Üçüncü? Dəqiq. Sən dedin, hə, şeydən çəkil. Mən bilə. Tapdıq, biraz ortaya gel. Ay sağ, düzgün mü? Tapdıq. 15 nömrəli oyuncu Zaurla. 2-10 ballıq mübarizədə Zaur qalib ayrıldı. Hüseynin zərbəsi isə dəqiq deyil. Hələ ki, Gold Army komandasına bəxti gətir açıq desək. Sonra tapdıq istiqamətlə top. Oyunumuz oynayaq da girdi yenə başladı. Tapdıq Məhməd olsun, bəs başqa bir liqa yaradar və unika. Tapdıq üçün bir dənə liqa lazımdır. Bir qatlı bir oyuncu olan. Sən ötəyə gəldi, qapısı ilə qura bilmir. Razı rahatı geçsin. Bəli, yenidən. Amma çox təhlükəli oyuncudur. Bax, bu epizodlardan gedir söhbət. Yaxşısa tapdıq, yaxşısa. Qardaşım. Gözdən itir və lazım olan yerdə meydandadır. Elbaba bizim qardaşımızdır. Deyir abi. Bəli. Ortanızı. Bəli, bəli. Erköyün qardaşımızdır. Oy, topu uğurlamaya çalışdı. İsmət ötürmə etmədi, amma gecə. Gecə. Aha, yaddan çıxarıblar ki, hücumda da oyuncu var ya, bəli. Bilinirdi, görünürdü. Samir Mustafayev hesabı bərabərləşdirir. Bura toxum, bura heç nəyə toxum. Aslında yazır. Ha, offside. Söz söymək olmaz. Boşa qapıyı azar pündürdü və toxmuş var idi mi? Bəli, bu xaotik maçdan sonra biz 3 çox maraqlı bir maç izləyəcəyik. Saat 20:00-da Kərkiz SS Production-a qarşı, saat 21:00-da Taverna komandası ilə Turan komandaları qarşılaşacaqlar. Günün sonunda isə Cənub son çempion Sparta Baku ilə qarşılaşacaq. Bütün oyunlar Pornistika YouTube kanalımıza yüklənəcək. Fəqanın ötürməsi tapdıq. Sakinsə topla. Qəbul etdi Bayram. Bayramın ötürməsi. Bayram qəşəngsən, Bayram. Hündür pəncədən bir top oldu. Ay səbayda oynayan. Bildim də bunu demişsin. Samir. Samir'in ötürməsi Şövqandan öncə topa toxundu Fəqan. Vüqar topu uğraya bilir. Vüqar son anda Cəmil. Samir əks-hücum şansı var. Samir ötürməsi Hüseyin. Yenidən Samir topla bərabər qapıdan keçir Samir. 2-1. Bəli, Qordalmi komandasının oyuncuları topu buraxıb bir-birləri ilə mübahisə etdikləri üçün ard-arda 2 gol gördü qapıda. Uzun ötürmə. Cəmil də eyni dərəcədə hərəkətlə topu rəqib qapıya qaytarır. İlkin. 3-1. Ard-arda 5 dəqiqə ərzində 3 top vurur Səbail komandası və Qoldarmi ilə maçda artıq 3-1 hesabı ilə öndədir geriyə düşdüyü qarşılaşmada. Bayram.
Tapdıq. Zərbəsi tapdıq. Hesab arasındakı fərqi biraz azaldır. Minimuma indirir. Tapdıq. Məmmədov. Komandalar biri telefona cavab vermir, biri gəlir, biri çıxır gedir. Samir. Samir iki rəqibin arasına girdi və çıxdı. Şövqan. İsmətlə mübarizəsi. Sonda Şövqandan meydanı tərk edir. Bayram. Ve uzun ötürməlidən Zaur qarşıladı topu. Hüseyin. Cəmil. Samir. Meydanın mərkəzində Şövqan ötürməsi, Şövqanın baş zərbəsi ilkin topa çatır. Amma rəqib üçün topu saxladı. Ortaya çalışıyor, aşağı düşmür. Yəni ortalığı tut. Fəqan. Şövqan. Fəqanla mübarizəsi, topu Şövqan ala bilir. Zərbə Şövqandan İsmətdən top geri döndü. Samir. Samir'in zərbəsi dəqiq deyil. Pərvizə doğru ötürmə. Pərviz son anda Hüseynə dəyən top meydanı tərk edir. Hesab isə 3-2-dir. Səbahi kollektivi öndədir. Kesin öləcəkdi, gəlməyəcəkdi. Pərviz birbaşa Cəmilin əllərinə təslim etdi topu. Zaur. Cəmil uzaqlaşdırır topu. Fəqan. Topu qarşılayan isimli Fəqan. Bayram. Bayramın ötürməsi. Sen ne tutuyorsun bu sana? Cəmil. Zaur. Fəqana doğru sürətli ötürmə. Cəmildən uzun ötürmə ilkin istiqamətində ilkinin boyunu aşan bir pas idi bu. Eləmə, oğlum elə. Güzel düşəcək bu için. Uzun ötürmə, İsmət sinəsi ilə ötürməsini verdi Pərviz. İsmət geriyə ötürməyə Samirə qismət oldu top. Samir, Fəqan oğurlaya bilir topu Fəqan. Hüseyndən top meydanı tərk elədi. Topa toxunuş edə bilmədi. Şövqan. Şövqanın zərbəsi dəqiq deyil. Vüqar qapçıyla qarşı-qarşıyadır. Vüqar ayağından çox açdı topu. Tapdıq. Zərbə Cəmil. Fəqan. Şövqanla mübarizəsi Fəqan. Vüqar. Vüqar topu ayağında səliqəsiz toxunuşla. Ebiyo, qayıt. Fəqan. Fəqanın zərbəsi kim zərbə var? Pərviz hesabı bərabərləşdirir. 3-3. Maçda artıq hesab bərabərdir. Oyunun 20-ci dəqiqəsi gedir maçda. İlk hissənin sonuna 5 dəqiqəyə yaxın vaxt qalıb. Cəmil top Vüqardan meydanı tərk elədi. Sabah bu rəqibə uduzsa, qrupda belə qalır. Çünki qarşıda Çərki komandası var və Zaurun ötürməsi ilkin sinəsi ilə ram etdi. Topu da meydanda saxladı Şövqan üçün.
Samir. Zaur. Yeniden Samir çok güzel beden hərəkəti ilə tapdıqdan sıyrıldı, amma son anda müdafiəçilər topu uzaqlaşdıra bilir. Çərçi, taverna falan. Ünvansız bir ötürmə. Pərviz. Zaur topu meydandan kənarlaşdırır. Tapdıq, küncdən zərbəni yerinə yetirəcək. Vüqar. Vüqarın zərbəsi Cəmil. İki gözəl hərəkət. Fəqan. 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 Zərbə Fəqandan Cəmil bu dəfə də daha bir seyv edir. Bax, komanda var, yəni oyuncular var. Niyə istifadə edə bilmirlər? Anlamış deyil. Laboya baxsan alır, üçün üstü aldırır, bir dənəsə heç girmir Cəmil. Yəni bu taktiki geliş də ola bilər. Hardan? Fəqan. Fəqan, Şövqanla mübarizəsi. Fəqan, Şövqan. Qarın zərbəsi isə dəqiq deyil. İlkin. Valla bunu oynayır. 10 deyil o. Zaurdur. Cəmil. Oy oy oy. Xətt üzərində Zaur topu boş qapıdan kənarlaşdıra bilir. Bunda mən səhv. Şövqan. Samir. Sonra Samirdən meydanı tərk edir. Vüqar. O bizə Var. yaradır. Pərviz. Yenidən Vüqara doğru ötürmə. Şövqan. Fəqandan topu ala bilir. Və top da sonda Fəqandan meydanı tərk edib. Hüseyin. Samir. Tapdığı qarşısındadır. Ötürməsini verə bildi Zaur. İlkin. İlkin. Sıyrıla bilmədi ki rəqibin arasından, amma cərimə zərbəsi. Nizat oxşuyur. Nizat, bu il görmüşəm Nizatı məzələn. Baxşıyev demişik. Cərimə zərbəsini Samir yerinə yetirəcək. 2 nəfərdən ibarət canlı səth var. Yox, Nizatdır. Zərbə son anda Əli toxunur topa. Küncdən zərbə. Hücum davam edir. Pərviz. Topu təhlükəli zonadan uzaqlaşdırır. Cəmil avtatçını yerinə yetirdi. Samir. Şövqan ötürməsi. Sonra top Pərvizdən meydan tərk edir. Hərəkətli top, top itkisi. Hesabı Qoldarmi komandası açmışdı, amma ard-arda 5 dəqiqə ərzində 3 top qapısında gördü. Səbail 2 top fərqi ilə önə keçmişdi, amma sonradan özündə güc tapan Qoldarmi komandası hesabı da bərabərləşdirə bilib. Hesab 3-3 və ilk hissənin artıq səhv etmirəmsə son dəqiqəsi başlayır. Cəmil səhvə yol verdi, tapdıq. Ötürməsi Vüqar. Birinci epizodda Cəmil. Yaxşı oynadı. Vüqarın ikinci zərbəsi yenə Cəmil. Tapdığın baş zərbəsi Hüseyndən geri dönür. Fəqan. Top sonda Fəqandan meydanı tərk edir. Şövqan. Samir. Sağ cinaha doğru ötürmə. Dəqiq olmadı Vüqar.
Vüqar sıyrıla bilmədi rəqibindən. Şövqan topu istədiyi kimi ram edə bilmədi. Başarsa bayram. Fəqan ötürməsi tapdı və gol! Tapdı Məmmədov fərqlənir və yenidən komandasını önə keçirdi. Fərq eləyəm, tapşır. 4-3. Mən də bir qardaş kimi. Və sən? Mən yox. Bunlar Mən gəl. ölçəyəm. Allah yoxsun işte. Öceydi yəni. Şövqan. Ata bir an ay. Samirin zərbəsi 2 həmlədə topa yiyələnə bilir. Vüqar Pərviz Bundan qapıcı ilə oynayır. Qapıcı topu təhlükəli zonadan uzaqlaşdırır. Beləliklə ilk hissə başa çatdı. İlk hissədən sonra Qoldarmi komandası Səbail Lamasda 4-3 hesabı ilə öndədir. İkinci hissədə yenidən birlikdə olacaq. Artıq ikinci hissə üçün hər şey hazırdır. Xatırladım ki, ilk hissədən sonra Gold Army komandası 4-3 hesabı ilə öndədir Səbail Lamasda. İkinci hissə başladı. Hər iki komandaya bir daha uğurlar arzuluyuruq. Samir Zavur Yenidən Samir 2 futbolcudan sıyrılır, ölçülməsinə verdi Elçin. Yenidən Samir Şövqana doğru ötürmə. Son anda Vüqar Şövqana topu çarptıraraq meydanı tərk elətdirir. Vüqar alt atışını yerinə yetirəcək. Uzun ötürmə Pərviz istiqamətlə. Pərvizin baş zərbəsi isə dəqiq alınmadı. Şövqan zərbə Şövqandan Bayram ayaq qoydu. İkincidən zərbə. Şövqan ikincidən zərbəni yerinə yetirəcək. Uzun ötürmə. Müdafiəçilərdən qayıdan top Samir. Vüqar topu uğraya bilir. Vüqar aşırtma zərbə indirmək istədi, amma Cəmil Pərvizin zərbəsi və gol! Pərviz Vüqarın ötürməsini maksimum dəyərləndirir və hesabı 5-3 edir. Hüseyin Vüqar bu dəfə də topa uğraya bilir. Vüqarın Rabona zərbəsi Şövqandan geri döndü. İsmətin zərbəsi Cəmil. Cəmildən meydanı tərk edir. Uzun ötürmə. Vüqar Bayram Yenidən Vüqar Şövqan son anda ayaq qoydu topa. Şövqan topu meydandan kənarlaşdıra bilir. Yelçin Zavur son anda Fəqan toxundu topa. Cəmil Şövqan çox rahat sıyrıldı. Ötürməsi Pərviz. Son anda top qapıcıda qalır. Vüqar 2-yə 1 hücum həmləsi var. Vüqar ötürməsi Pərvizin zərbəsi Cəmil. Daha bir şansı əldən verir Gold Army komandası. Vüqar Pərviz zərbə indirənmədi. Fəqanın zərbəsi gol! 6-3 olur hesab. İkinci hissədə arda qollar. Üç top hesabı ilə fərqi ilə daha doğrusu öndə də artıq Gold Army komandası itkilərlə dolu Səbail komandası ilə maçda. Şövqan zərbəsi top qapıcıda qalır. Uzun ötürmə Pərviz istiqamətində. Topu meydanda saxlaya bilmədi Pərviz. Çin
İlkin qapı dirəyi. İsmət topu uzaqlaşdırır. Amma Pərviz oradadır. Pərviz gəlməsi isə dəqiq deyil. Samir bir rəqibindən sıyrıldı. İkinci rəqibi Şövqan. Bayram araya girdi. Şövqan. Şövqan topu meydandan kənarlaşdıra bilir. Pərviz. Şövqan. Daha bir ötürmə. Son anda Cəmil. Daxil etdi topa. Şövqan. Şövqanın zərbəsi Cəmil. Kritik seyv. Qarın zərbəsi Şövqan ayaq qoydu topa. İsmət. Güzel sonra bu. O çıksın. Bırak git. Bırak git. Bayram sonunda rəqibə toxunan top. Meydanı tərk edir. Daha bir üçüncüdən zərbə. Vüqar Aliyev. İsmətə doğru ötürmə. İsmətin zərbəsi gol! Elçinə çarpan top Cəmili yanıldır. %3 nə qədər qəribə səslənsə də Gold Army komandası öndədir. Şövqan ötürməsində verdi Elçin. Yenidən Şövqana, Şövqan qollardan birinin əvəzini çıxa bilir. 7-4 Şövqan. İkinci hissədə qollar ard-arda gəlir. 7-4. Cəmil. Şövqan. Samir. Pərviz və Samir bir-birlərini başa düşə bilmədilər. Tapdıq. Tapdıq, keçə bilmədi rəqibini. Bayram. İlkinlə mübarizəsi. İlkin Bayrama qarşı çobud oynadı epizodda. Meydanı tərk elədi. Cəmil. Ya getir. Ne sastafa getir maraqlarını geçsin. Hüseyin top itkisi. Fəqan. Qapı boşdur Fəqan. Və gol. Fəqan. 8-4. Yenidən fərq 4 topa yüksəlir. Gold Army komandası 4 top fərqi ilə üstündür. Şövqan. Şövqan. Hüseyin topu xətt üzərində saxlayır. Top məndə necə ştokuna verəmişəm? Yok. Geri gel. Sərbəst zərbə olduğunu qeyd etdi Ramin Babayev. Bayram. Vüqar. Fəqan. Zərbə Fəqandan. Təhlükəli idi. Sağır. Oy. İlkin hərəkətli topa ayaq qoyur. Qapçını yanıltdı bu toxunuş. 8-5. Vüqar. Fəqan. Zərbə Fəqandan Cəmildə qaldı top.
üçün Samir. Samirin zərbəsi bu dəfə Bayram bədənli sipər etdi topa. Küncdən zərbə Samir. Zərbə Hüseyndən amma üstə qalır top. Tapdıq. Top özünə saxlaya bilir. Tapdıq ötürməsində verdi Vüqar. Vüqar Zaurona qarşı çox çabuk oynadı. Sarı vərəqə ilə cəzalandırılır Zaur. Hesab isə 8-5'dir. Qoldarmi Səbail ilə maçda öndədir. Vüqar Aliyev epizodda zədə alır. Yerini Pərvizə buraxır. Komandasının hər şeyidir. Fəqanın zərbəsi gol! Fəqan! Canlı səddin səhvini maksimum dəyərləndirir. Uzaqdan zərbəsi. İşte qaldı top. Uzun ötürmə Pərviz istiqamətdə. Pərviz başla topu indirir. Fəqan. Fəqanın zərbəsi. Qalınmadı. Şövqan. Şövqan iki futbolçunun çox rahatlıqla sıyrılır. Ötürməsini də verdi. Son anda Əliş. Küncdən zərbə. Samir yerinə yetirəcək küncdən zərbəni. Samir. Ötürməsini də verdi. Tapdıq. Ayaq qoydu. Fəqan. 3-2 epizod. Fəqan. Fəqan zərbə indirmək qərarına gəldi, amma Zaurdan top geri döndü. İsmət uzun ötürmə. Top meydandan kənarda. Cəmil. Şövqan. Zaur topladı. Zaur topla bərabər meydanı tərk etdi. Fəqan. Şövqan ayaq qoydu və küncdən zərbə. Küncdən zərbə Fəqan. Yerinə yetirəcək. Uzun ötürmə. Top meydanı tərk edir. Pərviz. Samir. Samir'in zərbəsi dəqiq alınmadı. Hüseyin Vüqar mübarizəsi top Vüqardan geriyə dönür. Fəqan. Fəqanın zərbəsi son anda Cəmil. Küncdən zərbə. Fəqan tapdığı doğru ötürmə. Tapdıq. Çin son anda Bayram sürətli hücumun qarşısını ala bilir. Bayram bugün müdafiədə tək başına mübarizə aparır. Fəqan Şövqandan topu oğlaya bilir. Fəqan. Topu ayağında çox saxladı və topu tikdi. Bayram, daha bir həmlə Bayramdan. Pərviz, Fəqan. Oy, Pərviz üçün çox gözəl şans idi fərqlənmək üçün, amma istədiyini edə bilmədi. Şövqan. Samir. Hüseynin zərbəsi dəqiq deyil.
Daha bir hücum hamləsi, amma Vüqar gecikdi Samir. Vüqar sürətli topu ələ keçirə bilib. Out. Zaur. Tapdıqdan top meydanı tərk edib. Samir. Hüseyin Bayram ayaq qoydu topa. Bayram. Oy bu Qaralıyevdən hiyləgər zərbə, amma Azadlıq dəqiqliyi çatmadı. İlkin topladı. Hüseyin Bayramla mübarizəsi. Hüseyin Bayram çabuk oynadı. Arxadan top saxlayırdı Bayram Hüseyni. Ramin Babayevin gözündən yayınmadı bu epizod. Cəlmə zərbəsi təhlükəli ola biləcək bir epizoddur. Zərbə son anda elə ikinci zərbə, bu dəfə Pərviz. Üçüncü zərbədə isə dəqiq olmadı İlkin. Pərviz. Uzun ötürmə Pərvizdən. İlkin çatdığı topa. Bayram. Müdafiədə hər yerdədir Bayram. Fəqanın baş zərbəsi Cəmil. Zaur. Bayram araya girdi. Bayramın bugünkü mücadiləsi xoş sözlərə layiqdir. Attı. Şabıd oyun. Vüqarın zərbəsi. Hüseynə toxunan top meydanı tərk edir. İkinciden zərbə. Hüseyin 4'də 2 hücum. Şövqan. Amirin ötürməsi. Şövqan. Hücum davam edir. Şövqan sıyrıla bilmədi. Vüqar. Şövqan. Zərbə Şövqandan. Bu epizodda da yaxşı oynayır. Şövqan. Zaur. Şövqan. Şövqanın zərbəsi daha bir seyv elişdən. Şövqan bu dəfə Murad topa toxunan isimdir. Eliş özü irəliyir. 3'ə 1 epizod var. Eliş zərbəni dendirir Cəmil. Üçüncüdən zərbə 3'ə 1 epizoddan yararlana bilmədilər. Zərbəsi dəqiqdir. Samir ötürməsini də verdi Elçin. Oy Murad. Az öncə hücumdaydı, indi topa müdafiədə çatdı. Hərəkətli top. Fəqan çox sürətli sıyrıldı Fəqan. Fəqan, Pərviz, Fəqan, amma Cəmil ayaq qoydu. Hüseyin. Elçin, İlkin. Hüseyin ötürmə verir. Bayram. Sona qədər mübarizə Bayram topu komandası üçün qazandırdı Fəqan. Zaur və Zaur ikinci sarı vərəqə və qırmızı vərəqə ilə oyundan kənarda qalır.
İkinci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etdi. Onsuz da məğlub olan komandasını daha da ağır vəziyyətə gətirib çatdırdı Zaur. Cərimə zərbəsi çox təhlükəli nöqtədən Murad gəlir topa. Muradın zərbəsi Cəmil son anda topa toxundu. Qapısını tərk edərək. Muradın zərbəsi istədiyi kimi ayağına otuzdura bilmədi topu. Şövqan. Oy oy oy, Vüqar! Boş qapıya ünvanladı topu amma sonunda Cəmil ayaqları ilə toxunuş edə bildi. Hüseyin, Samir, Murad və Əliş birlikdə topu uzaqlaşdırdı. Ha, 3-3. Больше. Vüqar! Boş qapı və Vüqar Aliyev bu şansı boş verməz. Vüqar Aliyev. Ha, 3. Vüqar Aliyev hesabı 15 edir. üçün sona qədər getdi. Üçüncüdən zərbə. Bayramdan top meydanı tərk edib. Artıq məğlubiyyəti qəbul edib sanki Səbai kollektivi. Üçüncüdən zərbə yenə yetirirlər və Emin Kərimovun gözündən iraq. bəli. Hüseynin zərbəsi isə dəqiq deyil. Həqiqətən Emin Kərimov oyuna və komandaya dinamizm gətirən bir isimdir. Onun yoxluğundan oy Vüqar Aliyev daha bir gol. Sən nə edirsən Vüqar Aliyev? Bu oğlanı prinsipə salmıyor. Hesabı 11-5 edir Vüqar Aliyev. İlçinin zərbəsi dəqiq deyil. Heç nə ilə yadda qalmadı bugün. Səbai kollektivi 50 ballıq və Emin Kərimovun meydanda yoxluğunu çox axtardı bu maçda. Hüseyin davam etməsi Hüseyin. Hüseyin ötürməsini də verdi Şövqan. Şövqan sıyrıla bilmədi Muraddan. Üçüncüdən zərbə. Zərbə, gol Elçin. Əlişin səhvindən daha çox bir gol oldu. 11-6. Vüqar sonunda Samirə toplanan top. Hüseyin. Samir. İlkin. Saxladı topu, bayramdan sırmağa cəhd göstərdi. Hüseyin. Zərbə endirmək əvəzinə. Qarışıqlıq yarandı orada. Heç kim istifadə elə bilmədi bu fürsətdən. Vüqar. Vüqarın ötürməsi. Tapdıq. Top meydanda saxladı, tapdıq. Şovqanın da sırmağa cəhd göstərir. Vüqar Aliyev çox gözəl hərəkət, amma itirməsi dəqiq olmadı. Top itkisi. Şövqan. Hüseyin. Şövqan, Bayram son anda topa toxunuş edə bilir. Boş qapıya ünvanlamışdı topu Şövqan, amma Bayram. Oy, bu zərbədə üçün çox güclü zərbə endirmişdi, amma Əlişdən top meydanı tərk elədi. Bəli, yenidən qeyd etdiyim kimi Bayram bugün Qoldarmi komandasında müdafiədə son adam kimi sona qədər mübarizə apardı. Şövqan top itkisi, Vüqar topu Şövqana təslim etdi. Samir
İkinin zərbəsi mərmi göndərdi qapıya və beləliklə də bu maçın son qolu olur. 11-7 hesabı ilə qol Aydın komandası Səbail komandasını məğlub edir və aktivinə ilk 3 xalı yazdırır. Hər iki komandaya göstərdiyi oyuna görə təşəkkür edirik. Yenidən birlikdə olana qədər sağ olun.